Salam aleyküm əziz və hörmətli dostlar, xoş gördük. Mən bilirəm ki, kitab oxumaq bizim üçün, hamımız üçün çətindir. Onun üçün də bizim millətimizdən kitab oxuyanın sayı azdır. Bilirəm ki, coç desaq, ağzı boğazı boşluq eləsaq filan, insanlar gələrlər, oturarlar, qulaq asarlar, təşviq elərlər filan. Amma insanları ayırtmaq çox zordur. İnsanlar ki, coçu deyib gülməyi, nə bilim, onun bunun dalıca danışmağı, hər şeyə görə danışmaq, amma bilməmək. Onu önəm verirlər, onu elmi bilirlər. Bunları heç mən istəmirəm gəlirlər və videoları qulaq asırlar. Mənim əgər videolarıma, live-larıma bir nəfər qulaq assa mənə kifayət edər. Çünki o bir nəfər mənə ehtiyacdır. Azərbaycana ehtiyacdır. Yoxsa adamlar, nə bilim, deməyək, insanlar lümpənlərə çox əlaqəsi var ta fikrə, düşüncəyə. Yəni, mütəəssifanə Güney Azərbaycanlılar da bu şeydən uzaq deyirlər. Hər kəs biraz dəlgəçlik eləsə, hər kəs biraz lümpənlik eləsə bu mediada insanlar onun dalısıcan gedərlər. Amma dərin kitab oxuyaq, dərin düşünək vətənimizi, millətimizi bu haqda mütəəssifanə çox zəifuq və zəif qalacağıq. Çünki insanlarımız dəlilsiz, elmisiz, savadsız düşüncələrə qapınıblar. Özlərini hamıdan çox bilirlər və deyirlər bəlkə bunlar çox bilirlər də, ehtiyacları yoxdur. O halda ki, biz kitab oxumalıyıq, dərin kitablar oxumalıyıq. Valla düzün axtarsaz mən bu kitabı dünəndən 2-3 gündür bu kitabı oxuram, bu günləri 5-incisi olacaqdır, bu Hünər-i Cəng adında. 2000 neçə yüz il bundan qabaq, 3000 il bundan qabaq deyilir, yazılıb bu kitab. Deyilir, amma hər halda mühüm deyil ki, 100 il bundan qabaq yazılıb ya 3000 il bundan qabaq. Əslən orası mühüm deyil. Mühüm bunun içində olan mətləblərdir. Doğrusunu axtarsaz mən bunun türkçəsini çox sevirəm. İngiliscəsi çox qıssadır, 100 səfədir. Amma mənim ingilisçi gücüm ona çatmaz. Yalan vacib deyil. Yəni mənim ingilisçi gücüm o əvvələn bir özü disiplindir. Yəni özü bir elmi sahəsidir. Savaş, yəni savaş. Özü bir elmi sahəsi. Onun özünə görə bir sözlükləri var. Lüğətnaməsi var türkçüsü. O lüğətnaməni bilməyən adam ki, bu kəlmə savaş cəngində, savaş sistemində nə anlama gəlir, kitabı qələt tərcümə edir. Mənim nəzərimə bu döktür şeydə Həsən-i Həbibi rəhmətlik da ki, Xatəmi dövründə və Haşimi Rəfsəncani dövründə fikirlə müavin əvvəl idi. Bu da fikir edirəm ki, əslən bunu baş kitab deyib ki, bu savaş kitabının elə fəqət xoşu gəlib tərcümə eləsin, tərcümə edib. Amma türkçəsi çox qəşəngdir, amma mənim savadım türkçəyə yetişmir. Kəş dostlarımızdan biri bunu türkçə oxuyarlar. Amma hər halda bu kitabı oxuyuruq. Bu kitabı dediyim kimi Son Tuzov Çinli bir yazardır. Deyirlər 2000 ya 3000 il bundan qabaq yazıbdır. Amma mühüm deyil, bu 50 il bundan qabaq yazsın. Bu kitab mühümdür. Kitabın adı türkçəsi Savaş sənəti. Sənət iki mənası var. Türkçədə bilirsiniz, biri hünər anlamına gəlir, bir teknoloji anlamına. Hər ikisi də savaşa görə işlənə bilər. Vəli tərcümədə bunu eləyibdir. Mən olsaydım elə farsçasında yazardım ki, sənət-i cəng. Çünki sənət elə farsda da şey əlamətinə gəlir. Amma sənət özü daha çox mühümdür, yəni teknoloji anlamında. Savaş teknolojisi deyəndə fikirləri də tutur. Hünər deyəndə daha biraz çox gedir, məsələn, nə bilim, hünərdən bir şey İranda bir zehniyyət yaradıblar bizə. Hünər, hünərmənd. Lümpənə çox yaxın bir şeydir. Ən yuxarı gedəndə, yəni yuxarı səthi gedəndə nəqqaşlıq və mücəssəmə gəlir zehnə. Ya məsələn, xərrat gəlir, nə bilim, münəbbətkarlıq, bunlar gəlir zehnə. Yəni, ən yuxarısı hünərin budur. Amma savaş bu deyil. İnsanların canını qorumaq və öldürmək. Diqqət buyurursunuz. Yəni, sinemazat bunun yanında heyzatdır. Sinema xiyal aləmi kimi bir şeydir əslində. Vaqiyyət yoxdur orada. Savaş
bir vaqiyyətdir. İnsanları, baxsaz o videolara, insanları, diri insanı vurur, partladır, yüzlərcə elir. Şəhəri dağıdır, uşaqları öldürür, arvadları öldürür, adam öldürür, adamların evlərin, şəhərlərin dağıdır. Bunun üçün Həsən Həbibi bunun adını Hünər-i Cəng qoyubdur. Dedim, bunun iki mənası olar məncə. 1364-də də bunu tərcümə edildi. Hər halda biz 31-ci səhifənin son sətrini oxuruq. Dedi ki, əgər fərmandeh şuca olsa, o 4-5 dənə xəsisə saldı bir dənə fərmandeh, hər ki bunlar olsa savaşda müzəffər olar. Dedim, mən bunu türkcəsində daha çox sevirəm, amma yavaş oxuduğum üçün, biraz da çətin oxuduğum üçün, biraz da savaş teknolojisinin şeylərini bilmədiyim üçün türkcədə bilmədiyim. Əgər də farscada hər necə olsa 50 il mən fars oxumuşam, 55 il. Mən fars oxumuşam. Əgər 5 il, 6 il əvvəldə oxumamışam, 50 il fars oxumuşam. Onun üçün farsın istilahları ilə az çox biraz tanışam. Onun üçün bu kitabı beləsi oxuyaq. Amma fikir edirəm, sonra mən məcbur olacağım ki, ya bunun ingilisini, ya türkcəsini yenə oxuyaq. Yəni, çox mühüm kitabdır. Amma bəlkə bir ayrı kitab oxuduq. Yəni, stratejidə bir ayrı kitab oxuduq. Strateji sahəsində. Bu günləri gördüm ki, bizim İbrahim Savalan bəy bir Amerikanın 2004-də yazılan, ya 2002-də yazılan bir kitab, Amerikanın 21-ci əsrin stratejistləri haqqında bir kitabı müəllif edibdi. Orada ki, İranda da farsıya tərcümə olubdur. Gözəl kitab nəzərə gəlir. Bir neçə sətir ondan yazıbdır, gözəl. Hər halda. İndi kitab oxuyaq. Deyir ki, fərmandeh əgər şuca başad, şuca bizim bu günlər dostlarım bir də gördüm, iki dənə gözəl kəlməni işlətmişdi. Sağ olsun. Biri qoçaq. Qəhrəmanın türkcəsi qoçaqdır. Bu gözəl sözdür. Bir də cürətin də türkcəsi ürəklidir. Bu da gözəl. Bunları mən bilirdim, amma doğrusunu isə aydınlıqda bilmirdim. Yəni, yeri düşəndə işlədir adam, ana dilidir hər halda, amma iradəsiz bunlar işlədir. Bəli, məsələn, deyir ki, Fransa çox ürəklidir, yəni qorxmazdır, cəsurdur. İndi burada onu deyir, əgər fərmandeh cəsur olsa, yəni qoçaq olsa, nə olar? Ya ürəkli olsa, bir tərdir ləhzə-i münasib ra qənimətmiş. Bir ləhzə, münasib ləhzəni ki, gəlir, indi orada ya dalı oturmaqdır, ya qabağa getməkdir, ya düşməni bölməkdir, ya düşməni rüşvət verib öz tərəfə çəkməkdir, düşməni qorxutmaqdır. Minlər yolundan düşmənin içində ixtilaf salmaq. Dostların biri bu günləri mənə yazıbdır ki, sən yazmısan, əgər türklər istəyərlər Ukrayna savaşında, mən bunu belə düşünürəm, Ukrayna savaşında Ukrayna az milləti var. Azərbaycandan biraz o özbüyü cəmiyyəti var, Şimali Azərbaycandan. Əlbəttə, baxmamışam görəm cəmiyyəti nə qəddir, bu qədər də dəqiq deməyim. Əlbəttə, baxa bilirəm ki, görüm Ukraynanın cəmiyyəti nə qəddir. Amma hər halda Ukraynanın Rus imperiyasının qabağında durmaq məni çox sevindirir. Yəni, mən bu günləri bir pro-anti-Rusiya, Rusiyanın düşməni kimi və pro-Ukrayna, Ukraynaların da dostu kimi özümü görürəm və sevinirəm əslində. Çünki indi mən dərk edirəm ki, Qacar dövründə Abbas Mirza nə cür türklərin əlinə, yəni Azərbaycan, o zaman Azərbaycan bugünkü Azərbaycan, Cənub və Şimal Azərbaycandan ibarətdir. Nə cür bunların adamları ilə, Əliyanın adamları ilə Rus imperiyasının qabağında durublar ki, məsələn, o zaman fərz buyurun, Azərbaycanın 20 qat cəmiyyəti varmış Rusiyanın. 30 qat cəmiyyəti varmış, beləsi bilin. Bərabər qat, bərabərin anlamıdır. Amma savaşıbdır 27 il. 27 il Azərbaycan o zaman Rusiya ilə savaşıbdır. İnsanlar nə cür vətənə inanırmışlar. Amma o zaman ki, vətənə inancımızı verdik, el, ərəbcə millət, elə inancımızı itirdik, o zaman uduzduq farslara.
O zaman ki lümpenlər bizi eləyə bilirlər coçla, dəlqəşliklə, gülüncə ilə bizi toğlayarlar, məşğul eləyərlər, əsli şeyləri bizdən alırlar. Bu qızıl dərilərə, Amerikada olan, Amerikanın əsli insanlarına, Avropalılar gələndə bunlara bir şey verdilər, din, Məsihiyyət. Sizi o dünyada behişdə aparacaq. Amma bu dünyadakı behişdiz ki, vətəndən ibarətdir, onu verin bizə. Bunların vətənlərin, behişlərin aldılar, cəhənnəmə çevirdilər. Qol verdilər ki, o dünyada sizə behiş veriləcək. Amma bizə bunu da vermədilər. Bizə lümpenlik verdilər. Bizə ağılsızlığı verdilər. Ləhzə ra qənimət dan, dəm ra qənimət şumar. Bunu bizə verdilər. Fəlsəfə ki, bizə verdilər, elə indini keçin. Sabahın nə işin var, sabah nə olacaq? Getəcəğinin nə işin var? Sən indisən. Biz bu indiyə qaldıq, indidə də diriliğə çalışırıq. Yəni, yaxçı yaşam. Çünki sabah ehtiyacımız yox ki. Mən indi acam acılığımı, mənim indi seksə ehtiyacım var, seksim. Mən indi, məsələn, bir nəfəri görmək ehtiyacım var. Bu, yəni, bir işə ehtiyacım var, bu günlük sabah bilmirəm, ölüyəm, diriyəm. Amma dünya belə fikirləşmədi. Biz lümpen olduq. Bizi lümpen tərbiyyət elədilər. Lümpen yaşadıq mütəəssifanə. O cümlədən bizi toğlayan farslar lümpenliğlə toğladılar. Biz lümpenliğə toğlandıq. İndi də maşallah bizim millətimizin bir çoxu strateji nədir? Ukrayna niyə udur? Niyə Rusiya uduzur? Niyə biz dalı qalmışıq? Nədən biz savaşamırıq? Dostlarım biri yazıb, mən burada yazmışam ki, Ukraynadan biz dərs almalıyıq və azadlığımız üçün, istiqlalımız üçün savaşa girməliyik. Çünki lazım deyil hətmən sənin çox atom bombun ola, filanın ola, böyük ləşkərin ola. Az vətənsevərliklə çox mühacimə qələbə eləmək olar. Azərbaycan Cumhuriyyətində gördük ki, Ermənistana qələbə elədi. Bundan belə ki, dalısında çox güclər durmuşdu. Bu tərəfdən də indi Ukraynaya baxırıq ki, iki dövlətin qabağında savaşır. Bir Belarus, bir də Rusiya. Belarusla Rusiyanın, yəni üç dövlət indi savaşdadır. İki dövlət savaşdadır Ukraynayla. Ukrayna onların ikisi ilə savaşır. Yavaş-yavaş bu çoxalacaq. Nəzərə gəlir ki, getdikcə bu dava o birisi dövlətlərdə girəcəklər savaşa. Və savaş heç olmasa bölgesel olacaqdır. Yəni, beynəlmiləl ki olmaz, amma bölgesel ola bilər. Amma Rusiya kimi böyük imperatorluq ki, onlar qat cəmiyyəti var Ukraynaca. Ukraynanın onlar qatıca cəmiyyəti var. Onlar qat silahı var. Onlar qat təyyarası var, gəmisi var, atomu var, filanı var, bəhmanı var. Amma o da Ukraynanı yıxmaq üçün ayrı dövlətlərindən əl birləşir. İranla əl birləşibdir, Çinlə əl birləşibdir, Rusiyanı gördük əl birləşibdir, Azərbaycanı dəymə mənə dəyməyim sənə vəziyyətə gətiribdir, Ermənistanı çəkib yanına. Bunlar bunu göstərir ki, hətta güclü dövlətlərdə savaşda o birisi dövləti yıxmaq üçün özünə dost və müttəhid qazanır. Ta eləyə bilsin, az zərər versin. Bizim dostlarımız o qədər maşallah siyasi fikirləri bu qədər zəndir ki, deyir ki, niyə sən deyirsən ki, biz İranı yıxmağa ərəblər də gərək dövlət qura, lorlar da gərək dövlət qura, kürdlər də gərək dövlət qura? Dostum, o zamana can ki biz kürdləri, lorları, bəluçları, türkəmənləri ki yox, ciləçiləri, mazəniləri itəliyaq Fars cibhəsinə, Fars cibhəsini bölənməmiş. Bizim birinci zəfimiz budur. Biz gərək onları təşviq elək istiqlala ki, onlar öz mənfəətləri, milli mənfəətləri üçün Farsdan ayrılırlar. Fars kiçilə. Fars indi fikirləyir 10 dana mənim barmaqlarım candır. Əgər bunlardan 3'ü gedirsə, qırılırsa, qalar 6'sı ya 7'si. Mən 4'ün qatlamışam, ona görə 6 görsənir. Əgər bunlardan 5'i gedirsə, baxın bir, Cilək, Mazən, Lor, getdi 3, Ərəb, Bəluç, Türkəmən, Qəşqayi, Türklər də ki, biz getdik, qaldı 2'si. 2'si qaldı. Farslar üçün. Kürdü də çıxsaq kənara, qaldı tək.
İndi bunu sındırmaq olar. Amma mənim 10 barmağımı siz sındıramazsınız. O zaman ki, belə kişiləfilənə bir-birinə. Strateji bundan ibarətdir. Strateji bu deyil ki, mən ehsasatı olan, kürt bir vaqiyyətdir, dostlar. İndi gəlibdir, 100 il bundan qabaq gəlibdir, əsl 10 il bundan qabaq gəlibdir, bu coğrafiyada bir vaqiyyətdir. Bu coğrafiyada bir torpaqların sahibi olubdur. Nə cür olubdur, necə olubdur, qətliam eləyib, eləməyib, əslən mühüm deyil. Mühüm budur ki, bu günləri, indi siz bunu buradan silib atanmazsınız. Yekə danışma. Yekə danışmayaq. Ukraynanı Rusiya silib atanmaz, işğal eləyə bilər. Azərbaycanı atanmaz, Azərbaycan Ermənistana atanmaz. Bu bir vaqiyyətdir. Ermənistan bu gün belə deyək ki, keçən 50 ildə 2-ci Dünya Savaşından bu üzə bir məmləkət olub. Hətta bunu da inansaq, Ermənistan bir vaqiyyətdir. Ermənilər bir vaqiyyətdirlər, bir varlıqdır. Özümüzü toğlamayaq. Biz bunları gərək nə cür düşməni içəridən yıxa bildik, nə cür düşməni bölə bildik, bunları gərək düşünək. Bunlar üçün də dərin kitablar, strateji kitablar oxumalıyıq. Tamam. Əgər o adam ki iddia edir, mən bir şey bilirəm və düşmənlə istəyirəm soruşam və mənim düşmənim məsələn Farslar və İrandır, bu cür bir adam gərək şuca olar. Şuca olmaq dedik, qoçaq, güclü. Nə mənə? Bu adam münasib ləhzədə ayağa qalxar. Cümbüşü səbz başlanıb, Farslar iki yerə bölünüb, Türklər deyirlər, biz çıxıb yıxmarıq bunu. Yıxsaq pəhləvi gələcək. Yəni, özünə etimadı yoxdur. Baxın, bu fikir ki, bunu deyir, qətən Cumhuriyyə İslaminin amilidir. Adamları demirəm, ha, fikir, düşüncə, hardan çıxır? İrandan çıxır. Farslardan çıxır. Deyir ki, əgər Türklər çıxsalar xiyabana, pəhləvi gələr, filan olar, bəhman olar. Bununla deyir ki, sən çıxma, Farslar ikiyə bölünüb, yıxmağı rahatdır. Sən çıxarsan, yıxarsan, ondan sonra deyir ki, yıxarsan, özünə dövlət quranmazsan. Niyə quranmaram? Çünki Farslar səndən zirəkdir, onlar pəhləvini gətirirlər. Səni bir şey, buna deyərlər lümpen fikri. Adam bunu dedi və bundan fürsətdən istifadə eləmədi. Şuca bir fərmandır, münasib fürsətdə iqdam elər. Və işin zəfər aparar, dövlətin qurar. Pişəvəriyə baxın, pişəvəri düzdür, mənim nəzərimdən pişəvəri 4 il qabaq, yəni dünya savaşı başaranda, Riza Şah qaçanda dövlət qura bilərdi. Gələrdi Azərbaycana, dövləti qurardı. 4 il, yox 5 il sabiqəsi olardı. 5 ildə yüzlər qat ordusu olardı, yüzlər qat silah alardı, amma eləmədi. Amma yenə də pişəvəri bir fürsətdə istifadə elədi və dövlət qurdu. Və o dövlət bu günləri bizim üçün bir ideal dövlətdir. Milli dövlətdir. Bizə bir tarixdir. Dövlətçilik yeni, müasir tarixdə dövlətçilik ülgüsüdür. Çonanki ciddi və səxtgir başlar. İndi dedik ki, fərmandehin şeyindən biri, xüsusiyyətlərindən biri budur ki, ciddi olsun və çox disiplinli olsun, müqərrəratlı olsun. Deyir ki, bu cür olsa nə olar? Onda onun ləşkərləri, ordu üzvləri hamısı münzəbit olar. Zira əz vey mitərsən və əz tənbih vey mihərəsən. Çünki onda onun əmirlərin itaət eləməsilə bilirlər ki, mücazat olarlar. Diqqət buyurun. Şinpa ohusu bir dənə ayrı şeydir. O da deyibdir ki, əgər fərmandehi şuca nəbaşət, nəxahət təvanist bər tərdidha qalib şəvət və tərhay buzurg ra dərəndazət. Deyib ki, əgər bir fərmandeh şuca olmasa, cəsur olmasa, nə olar? Eləyə bilməz ki, şəkkilər ki vardı, biz giraq, cümbüşü, səbzə giraq, girməyaq, dövləti yıxaq, yıxmayaq, burada təsmin tuta bilməz. Təsmin tuta bilməyəndə böyük işləri yola gətirə bilməz. Biz tarixi, əgər lümpen bir millət olmasaydıq, bizi lümpen tərbiyyət eləməsəydilər, əgər biz brainwash olmasaydıq və Fars sistemin mənfəətini düşünməsəydік, qətən, mən Cunas TV-də də o zaman dedim, mən onda pənahəndə idim, amma Türkiyədə idim, Cunas TV ilə danışırdım, müsahibə verirdim Cunas TV-yə, onda dedim ki, qətən
Biz indi girməsək, bizə bu tarixdə cəndə bizim başımıza böyük girəcəkdir. Biz gərək yıxaq və dövlətimizi qıraq. Ərəblər qalxdılar, filan yer qalxdı, hər yer qalxdı, Azərbaycan yox, biz qalxmarıq çünki farslara. Niyə farslara sən himayət edəsən? Bunu biz pan-İranisti fikrini bilmirik ki, bunun otağında bir otağı fikr var. Fikr otağı var. O fikr otağında deyiblər ki, Azərbaycanlıları nə cür qorxuda bildik girməyələr bura. Deyək ki, hər növ hərəkətə qatışsaz farslar istifadə edəcəklər. Ondan sonra Azərbaycanlılar girməlisə meydana, girməyəndə meydana Azərbaycan tərəfindən xiyalımız rahat oldu. Qaldı farslar bir-biri iləndir, ya ərəblərdir, onları da biz Əzər otağıdarıq. Məqsud mən az dəstur və doktrin. Kitabın yazarı deyir ki, mənim indi deyək ki, gərək bir fərmandehim doktrini olan. Yəni bir düşüncəsi olan. Doktrin fəlsəfəsi olan. Fəlsəfənin bir adı da doktrindir. O da ki, bir adam gedir doktora alır, özünün bir düşüncəsi olur. O qabaqçı düşüncələrə tay deyil, fərqli düşüncə. Buna deyirlər. Yoxsa mən də elə ruslara, əgər Ukrayna da ruslara tay düşünsə, ruslar, biz indi İranda dəqiqən farslar kimi, yəni farsların doktrinine inanmışıq. Hətta istiqlalçılarımızın bir çoxu deyirəm, İrancılara tay fikirləşirlər. Yəni doktrinləri, fikirlərin İrandan. Çünki ayrı bir fikirlə tanış deyirlər, taza bir fikirdə gətirməmişik. Çünki oxumuruq ki, bir taza görək fikirlər nədir, onların içində bir ayrı fikir biz qataq çıxadıq. Sazmandehi və amiriyyət və tərfi əfsəran be dərəcəyi şayəstə entizamat və əmniyyət rahhay tədarükati və diqqət در پیشبینی نیازهای əsasi ərteş است. Deyir ki, biz ki dedik doktrin nədir? Doktrin bundan ibarətdir ki, nə cür biz təşkilatlanaq? Məsələn, mənim özümün nəzərim buydu ki, hər bir cavan oğlan ki, bir məhəllədə yaşır, ya familiya içində yaşır, tanıdıqları adamları bir yerə toplasın, bir-birləri ilə kitab oxusunlar, bir-birləri ilə yürüşə çıxsınlar və eşiyə çıxanda bir-birlərinin dalısında dursunlar. Və bunlar öz içlərində rütbə qoysunlar. Yap başda filan kəsdi, ondan sonra Bəhman kəsdi, ondan sonra Bəhman kəsdi, ondan sonra Bəhman kəsdi. Yəni, əgər bunların biri tutuldu, o birisi bilir ki, kim ondan sonra bu dəstəni idarə eləyəcək. Bizim bir belə sistemə ehtiyacımız vardır. Çünki vətənə hazırlaşmaq üçün lümpənliklə olmaz. Zokla olmaz dostlar. Zok sadəcə hər şeyi bizə adi elər. Bizi boşaldar. Bizə deyər, əhəmiyyət vermə. Filan kəs də ciddi söz danışır, yorur adamı. Deyir ki, bu nə cür sazman verər, təşkilatlandırar. Nə cür kim kimdən üstədir? Amiriyyət, yəni kimin indi saydımda, məsələn, deyək ki, biz 5 dostluq, deyirik ki, əvvəldə filan kəs fərmandehdir, başladı bunun sözləri ilə incədəcək, bu xara deyir ki, gəl, o cür eləyəcək, əgər o tutuldu filan kəsdir, o tutuldu Bəhman kəsdir, o tutuldu Bəhman kəsdir, axırda da budur. Və bunu da heç kəs bilməyəcək. Bizimkində heç kəs bunu bilməməlidir ki, məsələn, biz bir tim şəklində, bir sazmani şəkildə işləyirik, dədəmiz, bacımız, qardaşımız, yoldaşlarımız bilməyəcək. İlla ki, %99 inanaq bu adam şikəncə də eləsələr danışmayacaqdır. Amiriyyət odur. Tərfi budur ki, bir nəfər, məsələn, bizim içimizdən bir ayrı qrupla gedir, ondan, məsələn, deyək ki, Azərbaycanlılarla gedir, məsələn, Qəzvinlərlə də birləşir. Gedir Türkmənistanda, O da üstdən getdikcə yuxarıya ayrı qruplarla danışır, onları tanıyır, onlarla gedir, gəlir və yuxarı gedir. Dərəcə əlbəttə ərteşdədir, amma biz də öz aramızda dedim, belə bir şeylər qoya bilərik və apara bilirik qabağa. Ondan sonra intizamat və əmniyyət. Biz nə cür əmniyyətimizi qoruyaq? Öz əmniyyətimiz əvvəl. Nə cür nəzm nizamımız olsun? İndi bizim polislər, diqqət buyurun dostlar, həmişə polislər və ərteş həmlə eləyəndə rahpeymaylərə 15 nəfərə, 20 nəfərə, 1 nəfəri döyərlər. Hərəsi bir nəfərin üstünə getməz. Hərəsi bir nəfərin üstünə getməz. Polislər, mən də polisdə xidmət eləmişəm. Şurişi də bizlərdə oxuduq, amma sonra mən getmədim şuriş qismətinə. Getdim mən bazirəsi qismətinə. Çünki xəbərnigar idi, məni verdilər ora. Amma diqqət buyurun, tamam Amerikada, Avropada olan videolara baxın.
hər bir adamı, hətta bir dənə qərəçi adam ki, rahpeymalıq eləmir, onu vuranda heç olmasa 3 polis vurar. Çünki bir nəfərin zoru çata bilər. Amma 3 nəfərin zoru bir nəfəri rahat çatar. Və baxanlar qorxar. Deyərlər, bunlar əslən şeyləri yoxdur. Biz də əgər gedirik rahpeymalığa 5 nəfərə, 5 dənə adamı vurmayacaq. 5'imiz bir dənə polisi vuracaq. Bir dənə spasları vuracaq. Çünki onlar da bilsin, biz birik. Biz polisə baxanda görürük 15'i əgər bir nəfəri vurur ki, mənim özümü 18 nəfər vurur deyil. Burada bilirik ki, bunların arasında bir birlik var və fərmandehlik var. Bunlar o birilərin dalısında əllər tutaq, qaçdı filan. Yox, onlar istəyirlər səni vurarlar. Səni vuranda o birisilər hesab gəlsin əlinə. Əgər sən də bu işi görsən, təşkilatlanırsan. Tədarükat. Bunlar hardan bir şeylərin təmin eləyəcəklər. Nə cür təmin eləyəcəklər ki, sonra düşmən bunu tapmaya, şey eləməyə. Bunlar da mühümdür. Yəni, əgər, məsələn, Rusiyada koktol molotov düzəldiblər, Ukraynada koktol molotov düzəldiblər, yıxdılar ora. Təbii ki, orada bir dövlət var, bunun da alısındadır. Amma əgər biz istirik 4 dənə mıx ataq xiyabana, gərək bu mıxları ki, polisin maşının partlasın, motorun partlasın, bu Ənsari Hizbullahın filan, gərək bunu elə yerdən alaq, elə bir cürə alaq ki, polis onu axtaranda ki, bu mıxlar hardan gəlib, bizə gəlib çatmaya. Bəlkə 150 ilə bunu alarıq ki, bizə gəlib çatmaya. Hiç فرمانده پیدا نمی شود که از این 5 نکته را نشنیده باشد. Bu 5 nöqtəni ki, deyir saydım, 5 dənə sözü deyir, heç fərmanda tapmazsın ki, bunları bilməyə. Bunları bilməyən adam fərmanda ola bilməz əslən. Ki, anha bər in 5 əmr müsəllətənd. Nizamilər bu 5 dənə əmrə, mövzuya müsəllətdirlər. Cəng ra mibərənd, udallar. Savaşı udallar. Və anha ki, senin listən, yəni o fərmandəyiklər ki, bu 5 dənəni bilmirlər, uduzallar. هنگامی که طرح‌ها را تنظیم می‌کنید عناصر زیر را همراه با عوامل بالا مقایسه کنید. O zaman ki bir dana tərhə baxırsınız, bir dana stratejik bir iş görürsünüz, ya işinizdə ya savaşda. O 5 dananı ki dedik üstdə, dedik ki nə idi? Ab-ı hava idi. Əgər icazə buyursanız bir də baxım ona. Ab-ı hava idi. Yerin vəziyyəti idi. Ondan sonra əxlaq məsələsi dedik, əxlaq məsələsi, yerin məsələsi dedik, döşkürün, düşüncə. Fərmandehidəki 5'imiz, tamam. Bunları indi bildik. Bu 5'in yanında aşağıda gələnləri də gələk nəzərə alasınız, ta eləyə biləsiniz, nəticə alasınız. اگر حاکمی بالاترین نفوذ اخلاقی و صاحب صلاحیت‌ترین فرماندهی را داشته باشد و ارتش او از شرایط جوی و زمین مناسب برخوردار باشد و در این ارتش قاعده‌ها و قرارها به بهترین وجه رعایت گردد، یعنی دستورلار و دستورات به بهترین وجه اجرا شوند، باز باید دید کدام دسته از لشکریان قوی‌تر از دیگری خواهند. دیگه اگر bir tane لشکر var. Onun hakimi, başta olan fermandeyin, rəhbərdir, rəis cumhurdur, hər kəs. Deyir ki, bu hər unvanla, hər adla olur. O zaman bir nəfər başda oturub da. Deyir, o başda olanla əgər ordunun fərmandehi hər ikisi yaxşı olarlar. Millət ilə də bunların arasında təfahüm olan, millət bunların sözlərin vaqi zilnisi kimi qəbul edir. Və ərz edeyim xidmət, yer, ab-ı havada bunların mənfəətini olar. Eyni halda yerdə münasib olar savaş üçün, o savaşa ki girirlər. Məsələn, gəmi ilə yolda getmək olmaz, tancının da dəryada, suda. Tamam, bu getdi, bunu yerək, bilək, sadə bir şeydir. Əgər ordu tamam müqərrəratı icra eləyə və dəsturları icra eləyə, ondan sonra gələk baxaq ki, güc hangi tərəfdədir? Diqqət buyurun. Deyir, hər şey sizin də nəfizə olsa, gələk baxaq ki, hangi ordu güclüdür? İndi görün, nə olacaqdır? Güclü olsa bir ordu onu nə eləməliyik? Deyir ki, Şangyo deyibdir. Şangyo da bir ayrısıdır. Ərrabəhay muhkəm, əsbəhay tiztək, quruhay şuca və silahay burrəndə, quruhay şuca. Deyir, bunlar da var. Ərrabəhay muhkəm, o zamanın qədimin savaşları. Yəni, fərz edin, bugünkü maşınlar.
اسبهای تیزرو fikir inci bu günləri nəfərbərlər ya təyyarələr. Quruhay şuca savaşçılar içi insanlar içi şucadılar, qoçaqdılar, qorxmazlar. Silahlar və silahları, güclü silahlar, yaxtı silahlar. Deyir gələk bunlara da baxaq. Görək ki bunların nəyi var, nəyi yoxdur. Quruhay şuca az an gune ki ba sedای تبلیغ فرمان حمله میدهد شاد میشوند. Deyir şuca adamlar o zaman ki o zaman ki rəhbər ya ordunun başçısı dəstur verir ki həmlə eləyin, sevinələr. Bizim görürsüz, indi dostlar bunu da yazmışlar, bir Qəşqai səhifəsində gördüm. Bizim babalarımız Allahu Əkbər deyə savaşa girərdilər. Girirəm bu savaşa, piruz da olsam piruzam, qazansam da qazanmışam, ölsəm də qazanmışam. Ya dedim Qəşqaidə bu cümləni yazmışlar, bu seriallardan götürüblər şeylərdən, dizilərdən, türk dizilərindən. Deyir ki, göy çıxsın, qılıncım göy çıxsın, göy girsin, qızıl çıxsın. Qızıl yəni qırmızı, göy də yəni bu rəng. Dəmirin rəngi də, dəmirin rəngi də göy deyir. Göy bizdə neçə rəngə deyilir. Göy bir asman ki varsa deyilir, ona deyirik. Göy səbziyə deyirik, yaşıllığa deyirik. Bir də göy bu rənglərə deyirik. Qərə rənglərə, biraz qərə, çox qərə yox. Abiyə mail rənglərə göy deyirik. O cümlədən dəmirin rənginə dəmiri də deyirik, eyni halda göy də deyirik. Quruhay şuca gərək bu cür olar ki, elə ki savaş əmri verildi, bunlar sevinələr. Şuca buna deyir. Burada şucaəti belə məna edir. Yəni o zaman ki Azərbaycan, Güney Azərbaycanda deyildi ki, biz bu günləri çıxacağıq xiyabana, hamı sevinəcəkdir. Traktora 60 min gedir, deyirik çıxıq xiyabana 1000 nəfər gəlir. Burada bəllidir ki, millətçilik hissi yoxdur. Özümüzü toğlamayaq. Dünəndə dedim, traktordan millətçilik çıxmaz. Millətçilik, vətənçilik başqadır, şey də başqadır, traktorçuluq başqadır. Dünyanın bir çox yerində futbol timləri var, heç birisi də vətənpərəst deyil. Və çon sinc əlamət əqəbnişinisi o zaman təbliğ vuranda həmlə imiş, sinc, dəmiri, o şaxseyli daha 2 dənə dəmirdi belə vurarlar, onun adı sincidir. Deyir, o sinci də vuranda nə olur? Dala otursunlar. İndi bunu bir dənə mən misal deyəcəyəm ki, nə mənaya gəlir. Xəşmicin miqyardan. Bunu vuranda ki, qeydində alıya nayrıxan olurdular ki, niyə bizə deyirlər savaşmayın? Kəsi ki, dərçinin vəziyyətiyiz, nirumənd və qəviyyəz. Hər kəsin belə bir adamı olsa, savaşçısı olsa, o qəvidir. İndi diqqət buyurun. Deyir ki, türklərdə bir dənə şey var. Savaş fənni var. Moğollarda da var. Deyir ki, diqqət buyurun, bu cümlə çox mühümdür. İstratejini bilməklə strateji bilməmək. Fərmandeh deyir ki, filan kəs ki, fərmandehsən, sən 50 nəfər, 100 nəfər, 200 nəfər əlində adam var. Sən düşmənə həmlə eləyəcəksən. Gedəcəksən, düşmənin içinə girəcəksən. Savaşacaqsan, amma 2-3 dəqiqədən sonra ki, 2-3 nəfər öldürdünüz, öldürər, onlar çoxdular, siz azsınız. Qeydəcəksiniz, qaçacaqsınız. Siz qaçanda onlar sizə həmlə eləyəcəklər. Siz gedirsiniz ölməyə. Amma neçə nəfər qeyd edə qeydin dalıya. İndi sərbazlara bunlara desən, hamısı deyər ki, bizi ölüyəmə verir. Amma strateji nədir? Türklərdə və Moğollarda budur. Bu adamlar gedərlər, atla savaşarlar. Atla savaşandan sonra biz azıq, onlar çoxdur fikrin yaradandan sonra qeydərlər, qaçarlar. Onlar sürətlə qaçırlar, onlar da bunları tutmaq üçün, öldürmək üçün düşməndən hər neçə nəfər öldürsəyi gəlirlər. Bu tərəfdən əsli ordu onları hər tərəfdən mühasirəyə salar. Və onları bölər. Bölər, o vəsətdə olanları öldürər. Ya təslim alar. Və düşmən beləliklə zəiflər. Bu bir taktikdir və stratejidir. Əslində o mərhələdə bir strateji, bir taktikdir. Bir taktik stratejinin içində olar həmişə. İndi buna görə dedim ki, onlar nayrıhan da olarlar bəs o zaman. Çə kəsi əfsəran və əfrad təlimat didə idarət. Kimin, hangi tərəfin, diqqət buyurun, farsların təlimat görmüş adamları var, yoxsa türklərin?
Biz bir dənə kitab oxuyamırıq stratejiyə görə. Amma farsların 10 dana danışgah nizamiləri var. Vizarət-i İttilaatın 4 dana şeyi var. Danışgahı var. Vizarət-i Cəngin Sipah Pasdaranın danışgah İmam Hüseyni var, danışgah Məhəmməd Baqiri var, nəyi var, nəyi var. Bizim yoxumuzdur. Biz hala bir dənə kitabı oxuyamırıq, oxumuruq, qulaq asmırıq. 30-cu səhifəyə girdik. Bedin cəhət Ustad Wang میگوید اگر افسران تعلیمات جدی ندیده باشند اگر bizlər vətən üçün, millət üçün ciddi və lazım olan stratejiləri, taktikləri oxumasaq در نبرد مضطرب və savaşa girəndə deyərik ki, burada farsların nəfinə tamam olar ya türklərin. Biz tutulsaq arvad uşağımıza nə olar? Vətən düşünmərik. Mən bunu öz gözümlə gördüm. Bizim dostumuz var idi. Bizlər içəridə arvad uşağı, mənim 4 dənə uşağım var idi, zindana gedirdim. Mənim bir dostum var idi, bizim müttəhəm edirdilər ki, eləsiz, filansız, istiqlalçı, dəyərsiz, filansız. Onda mən federalist idim. Elə ki, gəldik, o dostumuz evləndi, 3 dənə uşağı oldu. Ondan sonra stratejisi dəyişdi. Mənim qızım mənə vətəndən və millətdən mühümdür. Çünki hər kəs balasına əhəmiyyət verməsə, vətənə əhəmiyyət verəməz. Strateji dəyişdi. Yoxdur, rışdın. Bu cür deyil. Vətən evlatdan önəmlidir. Millət evlatdan önəmlidir. اگر فرماندهان به خوبی ساخته و تربیت نشده باشند اگر bizi istiyoruz indi vətəndə bir iş görək biz gərək özümüzü ya dostlarla birlikdə özümüzü düzəldək, özümüzü farsça deyirlər bazsazi bکنik. Biz İran hakimiyyəti fikir düşüncəsi altından çıxıb özümüzü düzəltməliyik, özümüzü yaratmalıyıq. Biz əgər istəyək özümüzü yaradaq, nə etməliyik? Əgər fərmandahan به خوبی yaxçı saxtı və tərbiyyət nəşələr özlərin yaratmasalar və düzəltməsələr, tərbiyyət eləməsələr nə olar? Vaxtı der bərabər düşmən qərar migirən, az dərun az padər miyər. O zaman ki düşmənin qabağına girdilər, onda içəridən şey olarlar, dağılarlar. Biz niyə indi farslarla savaşamırıq və qorxuruq ki, hər nə iş görsək Pəhləvini ya Cumhur İslaminin nəfinə tamam olar? Çünki biz pan-İranisti fikrə mübtəlayıq. Biz onlardan qorxuruq. Özümüzü düzəltməmişik ki, biz taza bir yol tapa bilərik və oradan zəfər qazana bilirik fars əleyhinə. چه کسی است که تشویق‌ها و تنبیه‌ها را با دقت فراوان به عمل می‌آورد؟ İndi soruşur ki, kim, əlbəttə bu Azərbaycan bizim indiki vəziyyətimizdə sidq eləməz. Amma baxın, yenə də sidq eləyir. Yəni kamil sidq eləməsə də bir orduda məsələn bir fərmanda ki, çox ləyaqət göstərir, sərbaz ki, çox ləyaqət göstərir, onu təşviq edirlər. Dərəcə verirlər, medal verirlər. Bunlar ordunun işidir. Bizdə bu yoxdur, amma bizdə də bu var. Əgər bu günləri Güney Azərbaycanlıda insanlarımız tutulurlar, gedirlər zindana, həbsə düşürlər, insanlarımız onları ülgü tutur. Azdan çoxdan onlara köməklik eləmə çalışır. Onlara hörmət göstərir ki, o hörməti heç yerdə ala bilməz. Milyonlar dolar sahibi olan insanlar Abbas Lisaninin ehtiramını qazana bilməz. Abbas Lisani, məsələn, traktorun başlarıca sərvəti yoxdur, gücü yoxdur. Amma Abbas Lisani, mən dadgahda türkcə danışacağım, farsca danışmayacağım deyən, görün millət arasında nə etibar var. Bəs bu cür deyək ki, millət qədrini bilmir, dərəcə vermir, əhəmiyyət vermir. Bizim indi bir də Əli Rıza Fərişi olsun, Abbas Lisani olsun, o birisi dostlarımız olsun, mütəəssifanə mənim zehnimə adları gəlmir. Hamısını deyirəm, mənə heç hizb, cəmiyyət fərqi yoxdur. Hər kəs Azərbaycan yolunda, millət yolunda çalışır, mənə Abbas Lisani qədər ərzişi var. Mən Abbas Lisaninin qaşını onlardan qərə bilmirəm. O qədər mənə yəni hamısı mənə önəmlidir. Hamısı Abbas Lisani qədər hamısı mənim şəxsən mənim özümə önəmlidir. Və mən onların hamısının önündə baş əyirəm. Amma dedim,
Abbas İsa'nın gücü bu günləri çoxdur, yoxsa məsələn traktorun sahibinin? O ki traktoru alıb. Milyardörlərin gücü millət arasında çoxdur, yoxsa Əli Rza Fərşinin? Dərin cəhət və dərcəhət digər nəbayət ziyadərəvi کرد. Deyir, heç tərəfdə əlbəttə gərək ziyadərəvi eləməyək ki, çox mücazat eləyək, çox tənbih eləyək, çox təşviq eləyək. Heç birisində gərək bu cür olmayaq. Çünki insanlar bir intizarla gəlirlər. Diqqət buyurun, bu Azərbaycan hərəkatında böyük bir müşküldür. İnsan gəlir ki, mən gedəcəm pənahəndə olam, gedim bir traktora qışqırım, gəlim, buradan çıxım, gedim Türkiyəyə, Türkiyədə Azərbaycanlılar məni alsınlar. Məni başa halva deyəcəklər, sevirəcəklər. Bir iş görmürəm, sən gəlirsən oraya, görürsən Azərbaycanlılar səni saymırlar. Niyə saymırlar? Nə iş görmürsən? Çıxmışsan traktorun bayrağını götürmüsən daha. Sən Azərbaycanın nə iş görmürsən? Yox, mən traktor Azərbaycanın məsələsi deyil. Azərbaycanın məsələsi millət, vətəndir. Traktor Azərbaycan üçün bir vəsilədir. Ondan sonra da başlayır bu adam üçün bünyəsi düzəlməyib ki, özün təlim tərbiyyət eləməyib ki, mən Azərbaycan və millət üçün, mən gəlmirəm ki, İnsaf Əli mənə deyibdir, filan kəs mənə deyib, yox, mən gəlirəm, İnsaf Əlinin millətsiz olmağı, sabah xain çıxıb çıxmamağı mənim Azərbaycancılığıma fərq eləməz. Amma adam gəlir, yox, indi ki, İnsaf Əli məndən himayət eləmədi, mənim xəbərimi yazmadı, mən də ziddi Azərbaycanam. Azərbaycancılar oğrudular, əyridilər, filanlar, deyəcəm, burada bir şeylər, işlər görəcək. Buna millətçi deməzlər. Buna deyirlər, bu adam mənfəət axtarırdı. İdarə ittilaat bunu istihdam eləsəydi, gedərdi olardı ittilaat adamı. Buna lümpen deyirlər. O adam ki lümpen deyir, onun bir düşüncəsi var, doktrini var. Mən vətənim üçün niyə çalışıram? Mən ana dilim üçün, millətim üçün niyə çalışıram? Bu çalışmanı mən Həsən Hüseynin nəfrinə, onun nəzərin ya pul almaq üçün çalışıram, yoxsa ya pənahəndə olmaq üçün çalışıram, yoxsa mən bunu çalışıram ki, vətənim azad olsun, millətim istiqlal tapsın. Fərqlidir bunlar. Və bunlar insanların mozaikirəsində görsənər. Yəni biri desə ki, İnsaf Əli pisdir, İnsaf Əli oturacaq onun əleyhinə buna cavab verəcək. Yox, cavab verməyəcək. Çünki vətəni düşünən, vətənin evladının deyəcək ki, bunların minlər fikri vardı, minlər dərdləri vardı. Hərəsi məndən min cürə fərqli düşünə bilər. Təbii ki, o da fərqli yolla getsin Azərbaycana. Əgər millətçidir, dövlətçidir, əgər Azərbaycancıdır. بر اساس آنچه گذشت من در موقعیتی قرار میگیرم که بتوانم پیش بینی کنم پیروزی از کدام سو و شکست از کدام سو خواهد بود. Əgər bunları dedik, bunları əgər riayət eləsələr, mən deyə bilərəm ki, kim zəfər qazanacaq, kim uduzacaq. Əgər fərmandəyi ki, stratejiyi məra bərmiqzinet. Bir dənə bu strateji deyir, mən verirəm bu savaş üçün, bu savaş üçün. Bu stratejini verirəm. Məsələn, traktoru bir strateji olaraq götürüblər bir müddət zamanda ki, bu çox gözəl stratejidir əslində. Yəni, mən traktoru demirəm ki, traktor pisdir, yox, bu cür demirəm. Traktorçuluğu da pis demirəm. Bir dənə stratejiydi, bunu milli insanlarımız götürdülər ki, ondan faydalanaraq milli fikri millətin arasına apararlar. Bu bir stratejidir, böyük de stratejidir, gözəl de stratejidir və mən bunu eşidəndə də dostların biri mənə dedi ki, bunu yaradan dedi, 10-15 günəcən biz bir şey partladacağıq ki, tamam işlərimizin hamısına önəmlidir. Sonra da bu traktor partlandı və gözəl də nəticə verdi. Yəni mən amma traktor bizə hədəf deyil. Biz istəmədik insanlarımız gələrlər Azərbaycancılıqdan, Türkçılıqdan gedərlər traktorcu olarlar. Və traktor əgər uduzsa, Azərbaycancılıq uduzar. Belə bir şeyi istəmədik. Deyir ki, əgər mən dediyim stratejini tutsalar, hər bir fərmandehi tutsa, müstəqimən piruz olar, qazanar. اگر این فرماندهی را نگه دارید و اگر فرماندهی که از توجه به استراتژی من سر به این میزند از آن استفاده کند مستقیما شکست میخورد. Deyir ki, indi əgər bir dənə fərmandehi ola ki, mən dediyim strateji ilə getməyə, yəni stratejini biləslər, savaş stratejisini. Biz nə cür farsı yıxa bilərik? Bu stratejini düşünə bilə, buna yol tapa bilə. Bilə ki, heç bir dövlətin, Amerika kimi bir gücün 350 milyon cəmiyyətlə deyək ki 5000 dana bomba atomla neçə yüz dana savaş gəmisi ilə filan ilə
istir Əraqa həml eləsin, ya istir bir kiçik yerə həml eləsin, gedir dünyanı yığır dalasına. Biz istirik farslarla yığışaq ki, savaşaq, oradan istiqlalımızı alaq, düşmən qazanırıq. Kürtlər bizlə filan olsun, lorlar filan olsun, bəluçlar filan olsun, nə bilim, ciyləşlər filan olsun, mazənilər filan olsun. Niyə fikirsiz bizim ustanlarımızı farslar, torpaqlarımızı qatırlar, verirlər Kürdistana, məsələn, Həmədanın bir qismətini verirlər filana, Şumalı Ərdəbilin bir qismətini verirlər Ceylan mazənlərına, Türkəmən Səhranın bir qismətini verirlər, Qəşqaistanı bölürlər neçə ustanın arasına. Niyə? Çünki deyir ki, o millətləri türklə düşmən eləyib. Çox rahatca. Əgər Azərbaycandan 100 metr torpaq belə verirsən Kürdlərə, Kürdlər o 100 torpağa sahib çıxacaq. Sahib çıxandan sonra sən istəyəndə səndən düşmən olacaq. Farsın yanında kim var? Bir dənə Kürd var. Əgər səndən 100 metr versə Ciyləçə, ya Mazəniyə, türklərdən deyirəm, ya lorlara, ya ərəblərə, ya hər kəsə, farslara, Qəşqai ilə hamı orada düşmən olar. Diqqət buyurun, düşməni yaradır sənin dövrəndə. Sən nə cür bu düşməni eləyə biləsən, Farsın ziddinə çevirəsən. Stratejin nədir? Taktikin nədir? با توجه به امتیازاتی که طرح‌های من دارند، فرمانده باید اوضاع و احوالی را ایجاد کنه که به تحقق این طرح‌ها دستیاری نماید. Deyir ki, mənim indi bir stratejilərim vardı, bu stratejilər rəhbərəsən fərmandəhə, fərmandəh bu stratejinin üstü ilə tərhləri köçə ki, eləyə bilər, zəfər qazana. Qazana yəni. Nə oldu? Deyir ki, مقصود من از ایجاد اوضاع و احوال این است که فرمانده باید به موقع موافق آنچه مفید است عمل کند. Deyir mən اوضاع و احوال deyirəm ki, nə cürdür? Deyir ki, gərək görsən, hangi zaman eşiyə çıxsan, cəngə başlasan, eləyə bilərsən, qazanasan. Hangi zaman çıxsan, uduzarsan. Təbii ki, ərəblər sakitdilər, lorlar sakitdilər, bəluçlar sakitdilər, farslar birdilər, Ciyləşlər sakitdilər, Mazənilər sakitdilər. İndi türklər 3 yerə bölünüblər indilikdə coğrafiya olaraq, ən azı 3 yerə, yəni 3 yerdə çox mütəmərkizlər. Qəşqaistan, Türkmənistan, Cənubi Türkmənistan ya Güney Türkmənistan və Güney Azərbaycan. Burada üçü də bir-birindən coğrafi olaraq yapışıq deyirlər. İndi biz əcəba üçümüz bir-birimizlə işləyə bilərik. Bir budur. İkincisi, əcəba biz farsları hamı yatıbdır, yıxa bilərik. Bəlkə də hamı farsın yanındadır, yıxa bilərik. Təbii ki, yox. 9 nəfərə 1 nəfərlə savaşmaq olmaz. Biz 1 nəfərik, onlar 9 nəfər. Savaşmaq olmaz. Hətta heç olmasa deyək ki, biz Qəşqai, Türkmən və Azərbaycan 3 hesab eləsək, biz 3 onlar 7 savaşa bilmərik. Eyni halda ki, onların əlində silah var, ordu var, pul var, ittilaat var, mahvarə var, dünya dövlətləri ilə gəlgetləri var, alverləri var, hər şey, amma bizim yoxumuzdur. Bu şəraitdə stratejini hörmək və zəfəri qazanmaq mühümdür. Dedi ki, bəs hər şey ki, bizim faydamıza ola, o yolda getməli. Və benim tərtib bər halət təadül müsəllət başa. Təadülə deyəcək ola bilməz ki, məsələn, o zaman görürük, düşmənimiz indi 7 dənə müttəhidi var və biz də hələ bir-birimizdən qopmuşuq, müttəhid olmamışıq. Biz istəyirik, məsələn, təhdidlərinə Azərbaycanda inqilab eləyək və Fars dövlətini yıxaq. Eyni halda da yenə də buna fikirləşmirik ki, o fikri ki, bizə pan-farslar deyiblər, əgər siz farslar, ərəblər, farslar bir-birinin canına düşüb, ərəblər, bəluçlar, türkməmənlər, qəşqailər, lorlar, ciyləşlər, mazənilər ayağa qalxıblar, Güney Azərbaycanlar ayağa qalxsalar, farslar hökumətə əllərinə qalacaqlar. Diqqət buyurun, bu fikirdə biz gərək görək ki, bunları düşmənin amili necə bunu bizim zehnimizə soxur. Təbii ki, mən İran dövləti olsam, milyardılar tümən bu veb-saytların arasında paylaram, müstəqim, qeyri-müstəqim.
Və fikri də ortaya atıram. Pəhləvilər gələr iş üstə, filanlar gələr üstə. Azərbaycan qıraqda durma. Çünki 1 milyard tümən bir şey deyil belə bir şeyə. Agəhi alana mühümmüdür. Heç olmasa bir ay, 2 ay başqa aşanlar ondan geçsinər, səfərə gedər, ev alar, filan elər, bəhman elər, ricarəsini verər. Amma dövlət üçün bir şey deyil. Dövlət üçün bir şey deyil. Bir pul deyil ki, bu 1 milyard ya 5 milyard ya 10 milyard. İxtilasların 100 milyonda biri də deyil. Dövlətə əhəmiyyət, o 9-dan bir tükdür 1 milyard. 9-dan bir tükdür. İndi dostlar, deyir ki, hünər cəng kollən bər əsası xod ustavar است. Diqqət buyurun dostlar. Savaş tekniki, sənəti hilə üstünə düzəlibdir. Hilə üstünə, diqqət buyurun dostlar, çox mühümdür. Hiləni kimlərə vuracaqsınız? Düşməni hilə ilə içərdən böləcəksiniz. Düşməni müttəhidlərin böləcəksiniz. Düşməni 100 yerə böl, düşmənin içində al, düşmənin müttəhidlərin ondan uzaqla, silah satanları qoyma, silah satsınlar, ittilaat verənləri qoyma, ittilaat versinlər, təh saxla, izolə elə. Bucağa sıxışdır. Və həmin cəhər, hengami ki təvana həstid, xod ra natəvan nişan dəhid. Diqqət buyurun. İngiliscədə bura çox gözəl yazıbdır, bu çox pis yazıbdır. Hər halda çox vaqəən əcib tərcümə edibdir. Mən əslində bu tərcüməni qəbul eləmirəm. Yəni, mən ingiliscəsində belə bir şey görmədim. Kaş ingiliscəsini oxuyayım. Hengami ki təvana həstid, xodtan ra natəvan nişan dəhid. Amma buranın bu cümləni oxumuşam kitabda, ingiliscəsində. Deyir ki, o zaman ki güclüsüz, diqqət buyurun, özünüzü düşmənə gücsüz görsədir. Düşmən baxanda, çünki xod əgər eləyəsiniz, yəni düşməni gərək toğlayəsiniz. İndi toğlamağın bir yeridir, özünüzü güclü göstərməyin. O zaman ki güclüsüz. Çünki güclü görsərsəz özünü ilə, o da hazirləşir, o da özünün gücünü toplar, sənin qabağına çıxar. Özün güclü görsət, eyni halda ki hazirsən savaşa, qoy o fikirləşsin ki, sən zəifsən, hazirləşməsin. Bəs ikinci şey, amil budur. Birincisi o oldu ki, savaş dediğin şey kollən hilədir. İkincisi bu oldu ki, o zaman ki güclüsən, özünü gücsüz görsən. İndi diqqət buyurun üçüncüsünə. Üçüncüsündə deyir ki, və vaxti fəal həstid. Diqqət buyurun, üçüncüsü. O zaman ki çalışırsınız, bir işlər görürsünüz, xod ra munfəil vanumutun. Özü görsədin ki, mən heç iş görmürəm. O zaman ki bir iş görürsünüz millət üçün, vətən üçün, elə tərpəşin ki, o dövlətin məmurları, ittilaatları, xəbərçiləri filan desinlər, bunlar heç iş görmürlər. Məsələn, biz kitab oxusaq, düşmən fikir yediği biz heç iş görmürük və əsli işi görür. Pəs, birinci qayda budur ki, savaş hilədən ibarətdir. İkinci qayda budur ki, güclü olanda özsüz, gücsüz görsədin. Üçüncü qayda budur ki, əgər iş halı, bir iş görürsünüz, millətinizə təlim verirsiniz, hazırlıq görürsünüz, bir şey ürətirsiniz, hər cəhətdən onda neyiniyin? Elə görsədin ki, siz heç iş görmürsünüz. Düşmənin, yəni amilləri, casusları xəbər verəndə desinlər, bunlar yatıblar, yuxudadılar. Dördüncüsü, vaxti nəzdik həstid, kari konid ki gəman rəvəd dur həstid. O zaman ki düşmənə yaxınsınız, düşmənin içindəsiz, casuslar kimi, elə fikrin ki düşməndən çox uzaqdasınız. Diqqət buyurun, bəs dördüncü, beşinci bu oldu, ha? Ki, bir iş görün ki, o zaman ki yaxındasınız, düşmənin içindəsiz, düşmən desin ki siz uzaqdasınız. Düşmən bu casusların işidir. Ya o zaman ki ordu ilə bunu çox şeylər görərdilər. Moğullar. Moğullar bir yerə həmlə eləyəndə istirahət eləməzdilər. Gecə-gündüz at sürərdilər. Heç kəs onlardan, yəni casuslar onlardan sürətli gedə bilməzdi ki, getsin, yetişsin, xəbər versin. Bunlar gecə-gündüz at sürərdilər, yetişərdilər düşmənə, düşmən görərdi. O zamanca fikirlərdi ki, uzaqdadır. Yəni elələrdi ki, düşmən fərz eləsin, siz uzaqdasınız, amma gecə yatardı, səhər görərdi ki, siz qələnin dibindəsiniz.
Hengami ki dur həsdidir. O zaman ki uzaqsınız. Bu da 6-cı olur fikirlərim. Tori əməl kun ki, bavər kunət nəzdik həsdir. Düşmənin yəni içində həmişə bir ikilik yaratmalısınız. O zaman ki çox uzaqdasınız. İndi məsələn Güney Azərbaycanda biz istiqlal elə gərək davranaq. Məsələn təşkilat qurmaq biri budur. Bu ki Azərbaycanda bir belə təşkilat var. Bunun bir mənası var. Bunlar istiqlalçılar bir parti ola bilərlər. Amma bunun bir mənası var. Düşmənə deyir ki, biz hələ birləşəmirik. Bizim içimizdə hələ ixtilaf var. O zaman ki uzaqdasınız, eləyin ki düşmən desin bəlkə siz yaxındasınız. Yəni düşmən, bucur xodə vuracaq, bucur çələk vuracaqsınız düşmənə. Düşmənə güclü olanda özünüzü gücsüz, gücsüz olanda güclü göstərəcəksiniz. Yaxında olanda uzaq, uzaqda olanda yaxın göstərəcəksiniz. Silahsız olanda silahlı, silahlı olanda silahsız göstərəcəksiniz. Bir işlər görən halda elə göstərəcəksiniz ki, yatmışsınız. Yatılı olanda elə göstərəcəksiniz ki, hərəkət halındasınız. Mən çox sevirəm bu kitabın bu cümlələri ki, ingiliscəsində də oxumuşdum. Təvəccüh düşman da və vəsaili qunavun cəlb qılır. Düşməni müxtəlif vəziyyətlərlə, durumlarla fikrin çevirin istədiyiniz tərəfə. İstədiyiniz tərəfə yox. Siz iradə edirsiniz ki, düşmənimiz əlan, məsələn, bilməsin biz nə iş görürük. Bir iş görün ki, cehni geçsin ora. Biz istirik ki, düşmənimiz bir ayrı fikir eləsin. O fikir eləsin ki, biz istirik o fikir eləsin, yəni. Biz istəmədiyimiz fikri eləməsin. İstədiyimiz fikir eləsin. Biz istirik düşmən belə düşünsün. Çünki istirik onu çələk vuraq da. Təvəccüh düşman ra ba vəsail qunavun cəlb konid və o ra be dam بیندازید. Onu təliyə salın. Məsələn, biz tələ qurardıq, uşaq idik. Tələ qurardıq, kəhli tutaq. O yeri qazarlar, o tələni qurarlar, tələnin üstünə torpaq tökərlər, yarpaq tökərlər, dövrəsini elələrlər ki, orada olmasın. Ondan sonra onun üstünə yemək tökərlər, indi dəndən, dündən tökərlər. O orada görünməz olsun. Sonra da adam çıxar gedər ya evinə ya da gizlənər bir yerdə ki, quşqu, o quşlar ki gələcəklər, quş şərdə. O ki gələcək o təliyə düşər, o onların görməsin və iyin də iyləməsin. Diqqət buyurun, bizim dədələrimiz bunu bilirdi. Hətta biz uşaq olanda da bunu bilirdik. Məsələn, deyirdi, əgər canavar görürsən bir yerdə bir heyvan var, elə yerdə dur ki, sənin iyuv, çünki hər insanın bir iyi var. Heyvanlar da bu iyi bilərlər. Bunu o heyvana yel aparmasın, onun tərsəsində dur. Biz uşaqcan mən bunu bilərdim. Mən 6-7 yaşımda, 8 yaşımda çətdən çıxmışam. Bunları çətdə mən öyrəşmişəm. Bunlar cəngi stratejidir. Deyir ki, əgər gedirsən bir yerə qarlıqdır, soyuqluqdur, öləcəksən, get bir daşın dalında dur ki, yel ya bir qarın dalında dur, yel o tərəfdən sənin beluva dəyməsin. Yəni, durma ki, yel səni vursun. Bəlkə bir yerə dayan ki, səni yel üstündən rədd ol, sənə dəyməsin, geçsin. Bunlar taşdiki, cəngi taşdikisidir. Bunları bizim dədələrimiz bunları savaşda öyrəşiblər. Bunları öyrəşməyiblər. Evlərində yataraq öyrəşməyiblər. Təzahür binəzmi konid. Deyir, məsələn, baxın, biz dostlar, bir dənə iştibahımız var. Deyirik ki, təzahür və binəzmi konid. Bunu düşmənə görsətmin ki, sizin aranızda nəzm var, nizam var, intizam var. Görsətin ki, siz çox binəzmi millətsiniz. Əmirlərə qulaq asmırsınız. Məsələn, biz deyirik ki, filan gün çıxın abrəsina, ya bazar ağzına, ya filan yerə. 50 yerə siz çıxın. Siz hər məhəllədə olun. Bunlar desinlər ki, bunların fərmadehləri yoxdur. Amma o gün ki, gələcək söz ki, çıxın, yıxın, o günləri çıxıb yıxasınız. Və be dombalı an düşmən ra bekubid. Elə ki, düşməniz dağıldı, ondan sonra onu sizdə vurur. Dostlar, 34-cü səfəni oxumağa başladıq. Amma vaxt burada qutardı, 12 saniyəmiz qaldı. Bunların qalanı gələn dəfə oxuruq. Sağ olun, sağ qalın. Təşəkkür edirəm. Dostlara da yetirin, qoyun, bilsinlər ki,